olsun. Bu dərsimizdə ingilis dili əlifbasının əlyazmasını öyrənəcəyik və digər qaydalara aid istisnalara baxacağıq. İstər ingilis dilində, istər Azərbaycan dilində, ümumiyyətlə bütün Avropa dillərində, hətta Türkiyə türkcəsində də eyni yazı şəkli, eyni qrafika istifadə edilir. Bu Latın qrafikasıdır. Ona görə də bizim üçün, yəni ingilis dilində yazmaq çətin deyil. Bildiyimiz əlifbadır, öz dilimizdə istifadə etdiyimiz əlifbadır. Ona görə də ingilis dilində yazmaq bizim üçün çətin deyil. Yazı şəklinə gəlincə, yəni əl yazmasına, baxın bu birinci variantdır. Yəni müasir ingilis dilində yazarkən çap hərflər necədirsə, onu da əllə o formada yazırlar. Yəni burada gördüyünüz nümunələrdə. E hərfi kitabda necə çap edilirsə, əllə də onu yazırlar. B, C, D, E, F. Xüsusi bir fərq yoxdur. C hərfi biraz fərqlənə bilər. K hərfinin, yəni kiçik K hərfində hər hansı bir fərq ola bilər. Yəni amma gördüyümüz ümumi şəklində kitabda necə çap edilirsə, yazarkən də eyni formada əllə həmin çap şəklində yazırlar. Bu birinci variant. Bu isə digər variantdır. Əslində birinci gördüyünüz variantdan çox da fərqi yoxdur. Sadəcə olaraq xəttatların yazdığı şəklə daha çox oxşuyur. Yazı daha gözəl görsənsin deyə xüsusi dizayn verilmiş formada yazılır. Belə deyək, hər hansı bir sənət əsərinin üzərində ingiliscə yazı yazarkən belə yazı şəklindən istifadə edilər. Amma gündəlik həyatda, yəni ingilis dilində bu formada yazılmır. Xüsusi fərq əsasən deyim ki, Z hərfindədir. Yəni kiçik Z hərfinin iki variantını görürsünüz. Bu birinci variant, ikinci variant isə budur. Fərq yoxdur. Hər hansı variantı istifadə də eləsəz mümkündür, qəbul ediləndir. Birinci gördüyünüz variant, bu gördüyünüz ikinci variant, yəni hər ikisi keçərlidir. Bu isə sizə göstərmək istədiyim üçüncü variantdır. Bu variantda əsas fərqlər nədədir? Baxın, A, M, N və Z hərflərində böyük hərflər kiçik hərf kimi yazılmışdır, sadəcə daha böyük miqyasda. Eyni ilə M hərfində də görürsünüz bunu, N hərfində də və E hərfində də. Yəni, böyük hərflər kiçik hərflər kimi yazılıb, sadəcə daha böyük miqyasda. Digər fərq G hərfindədir. C hərfinin, böyük C hərfi sanki natamam formada yazılıb, sanki üst hissəsi yoxmuş kimi yazılıb. C hərfi, böyük C hərfi biraz fərqli formada yazılıb. Q hərfində də eyni ilə, böyük Q hərfi sanki 2 rəqəmini xatırladır. Qalan hərflərdə isə, yəni ortalama oxşardır, xüsusi bir fərq yoxdur. Hər variantdan istifadə edə bilərsiniz, yəni sizə göstərdiyim bütün variantlardan. Amma müasir ingilis dilində ən uyğun olanı odur ki, yəni çap hərfini əllə yazmaq ən geniş yayılmış formadır hal-hazırda. Saitlər plus R qaydasını görürsünüz. Bu qaydanı artıq keçmişik, siz bilirsiniz. AR səsi verirdi, OR səsi, UR, ER və IR səsi verirdi. İndi isə gəlin bu son 3 hərf birləşməsinə aid bəzi istisnalara baxaq. Dedi ki, ER, IR və UR hərf birləşmələri daha çox kimi oxunur. Yəni 98% hallarda kimi oxunur əsas qaydaya görə. Lakin bu sözlər istisna sözlərdir. Artıq bu sözlərdə kimi oxunmayacaq. Başqa digər sözlər də var ki, yəni istisna sözlərdir. Yəni hamısını bura yazmaq mümkün deyil. Mən nümunə olaraq sizə göstərirəm. Siz gələcəkdə ingilis dilini öyrənməyə başladıqda, yəni ingilis dilini artıq ciddi formada davam etdikdə sözləri öyrəndikcə istisna sözlər qarşınıza çıxacaq. Father, mother. Baxın, burada ER hərf birləşməsi kimi oxundu. Bu kimi oxunması daha çox Amerika ingiliscəsindədir. Yəni, Amerika ingiliscəsində əsas fəlsəfə odur ki, onlar dili sadələşdirməyə çalışırlar və belə bir fəlsəfə var ki, əgər hərf sözün içində varsa, onu oxuyaq, səsləndirək. Əgər onu səsləndirməyəcəksə, niyə o hərf o sözün içində qalsın? Ona görə də yəni ER hərf birləşməsində R-nı oxumağa çalışırlar. Yəni father, pəltək R olaraq, mother, R. Amma
Böyük Britaniya ingiliscəsində isə, yəni İngiltərə ingiliscəsində bu sözlər oxunur daha çox, yəni əsas etibarilə fa və ma və kimi, daha çox ə olaraq oxunur. Father, mother. IR hərf birləşməsinə baxaq. Mirror, spirit. Baxın burada ear kimi oxunur. Mirror, spirit, yəni kimi oxunmayacaq. Curious, durable. Burada da you are kimi oxunmur, daha çox ur kimi oxunur. Curable, durable.